Salam dəyərli izləyicilərimiz, hər vaxtınız xeyir. Bugün sizə əla şəxsi tikili bir həyət evi çəkib təqdim edirəm. Bu başdan deyim ki, ev usta evidir. Usta şəxsən özü tikib öz əlləri ilə tam qoşadaşı evdir. Bura bizim qonaq otağımız. Həyəti çıxıb göstərəcəm. Həyəti evin içindən də gözəl. Bizim giriş qapımızdır. Evin interneti, domofonu var. Başlayaq otaqlardan. Qonaq otağını göstərdim sizə. Evimizin belə bir uşaq otağıdır. Beli etaj 2 mərtəbəli evdir. Yuxarıda 4 otaq, aşağıda da ki yardımçı otaqları. Evimizin belə bir gözəl mətbəxi. Qeyd edim ki, uzun illərin evidir. Burada yine bir otaq ve axırıncı yataq otağımız hamamla ayaq yolsu. Belə bir hamamla ayaq yolsudur. Qaz, su, işıq problemsiz. Düşey nihayətində sizə göstərim. Evimiz kombi sistemindən qızdırılır. İkinci mərtəbə qalxan pilləkənlər üstünə mərmər qranit döşənib. Həqiqətən də əla evdir. Bura naves. Belə bir navesidir. Yay qış otur, dincəl. Burada pultla idarə olunan jalüzidir. Hətta ventilatoruna qədər qoyub usta özü. Bu da arxada olan həyətidir. İndi qabaq tərkində sizə göstərəcək. Ümumi 3 sot torpaq üzərində tikilib. Hər ehtimala qarşı su çəni. Burada kombin aparatıdır. Belə bir səliqəli həyəti. Hər tərəf müşahidə kamerasıdır. 8 dənə müşahidə kamerası var. Arxada, qabaqda. Burada biletel dediyim yardımcı otaqlar. Burada kladovka. Bütün yer istipoldan ibarətdir. Burada bir otaqdır. Bura mətbəx. Bura ustanın öz alətləridir. Bu da hamısı alətlərdir. Yəni sırf özünə tikilmiş. Hətta göstərim ki, yerləşmə yeri Təzə Saray yolunda. Burada da belə bir yardımçı otaqdır. Yolun arası maksimum 200 metrdir. Təzə Saray yolunda ekologiya postunun yuxarısı sayılır bura. Bir daha size göstereyim. Yay qış otur burada. Əladır. Bu da ön hissədə olan həyəti. Bu da evimiz. Burada da çöldə belə bir ayaq yolsu. Qeyd etdiyim kimi qaz, su, işıq problemsizdir. Kim istəsə maşını elə bura verib saxlayar. Usta bu maşını ikinci maşın kimi istifadə olsun da bu hərdən bir sürü olsa qoyub içəriyə. Hər tərəf müşahidə kamerasıdır. Burada da balaca qapı, bir-iki jalüzinə idarə olunan darvazası. Yerini de gösteririm size. 200 metre mesafesi var. Yoldan 200 metre mesafesi var. Burada da her taraf müşahidə kamerasıdır. Sənət torpağın çıxarışıdır. Qiymətdəki
35 min manat. Kim alsa Allah xeyir versin.